Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə 2-ci Dünya Müharibəsi ərəfəsində Almaniya barədə danışacağıq. Elə isə başlayaq. Birinci Dünya Müharibəsindən danışaq. Birinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyada bildiyimiz kimi Noyabr inqilabı qalxır. Və Noyabr inqilabı nəticəsində Almaniyada monarxiya devrilərək respublika yaradılır. Bəs respublikaya gedən yol, inqilab necə başlayır, harda başlayır? İlk öncə Almaniya hökuməti artıq 1918-in sonlarına gəldikdə təklənir. Bütün ölkələri, bütün müttəfiqləri dağılmış, Dörddər İttifaqı yoxa çıxmışdı. Almaniya sonuncu bir cəhd olaraq xalq inqilab qaldırmasın deyə Kil limanında yerləşən böyük hərbi donanmanı İngilislərə qarşı müharibəyə sövq etmək qərarına gəlir və onları hazırlamağa başlayır. Lakin Kil donanmasına verilən əmrə baxmayaraq hərbi donanma hücuma getməkdən imtina edir, vuruşmaqdan və Almaniyaya qarşı üsyan qaldırır. Almaniyaya qarşı Kil hərbi dənizçilərinin qaldırdığı qiyamla birlikdə artıq Almaniya tarixində Burji inqilabı başlayır. Burji inqilabının nəticəsində monarxiya devrilir və demokratik respublika yaradılır. İlk dəfə Almaniya tarixində Almaniya respublika elan olunur və ardı ilə isə 1918-ci ilin noyabr ayında Compiègne meşəsində Böyük Britaniya və Fransa ilə birlikdə bu iki ölkə arasında Compiègne sazişi imzalanır və beləliklə Almaniya 1-ci Dünya Müharibəsinin məğlub olmuş ölkə kimi tərk edir. Lakin gələcəkdə Alman xalqı arasında belə bir fikir yayılacaqdı ki, Almaniya müharibədə əslində məğlub olmamışdı. Əgər ki inqilab baş verməsəydi, Almaniya müharibəni hələ də davam elətdirə bilərdi. Weimar Respublikası 1919-cu ildə Versalda imzalanan müqavilədən sonra Almaniya hökuməti 1919-un elə hardasa yay aylarında, avqust ayında Almaniyanın Weimar şəhərində konstitusiya qəbul edir. Həmən konstitusiya ilə birlikdə bu konstitusiyanın Weimar şəhərində qəbul olunmasına görə tarixə bu Weimar konstitusiyası olaraq düşür və 1919-dan 1934-ə qədər Weimar konstitusiyası fəaliyyətdə olub deyə bu dövr Alman Respublikası adlanır Weimar Respublikası. Deməli, nə adlanır Weimar Respublikası 1919-dan 1934-ə qədər olan dövrlərə əhatə edir. Baxaq görək bu dövrlərdə nə baş verəcək. Bəs Almaniya tarixində Weimar konstitusiyasına görə ilk öncə federal rejimli bir dövlətdə Almaniya, yəni daxilində muxtariyyəti olan ölkələri olacaq. Bununla yanaşı prezidentli idarə etmə üsuluna sahibdir. Prezidentli həm də parlamentli. Həm prezidentimiz olacaq, həm parlament olacaq. Bununla yanaşı qanunverici orqan Reichstag Almaniyanın parlamentidir. Reichskansler isə baş nazir vəzifəsidir və bir də təbii ki, dövlət başçısı olan prezident fəaliyyət göstərməlidir bu ölkədə. Reichstagımız nəymiş? Parlament. Almaniyada parlament, Reichstag, Fransada baş ştatlar, İngiltərədə elə adından göründüyü kimi parlament, ABŞ-da konqres ya da salırıq, Rusiyada isə Duma. Düzdürmü? Ya da saldıq. Davam. Baxaq. İrəliyək, bu Weimar konstitusiyası ilə birlikdə görək nələr baş verəcək ilk dəfə. Weimar konstitusiyası 1871-ci il vahid Almaniya konstitusiyasından fərqli olaraq geniş fikir azadlıqları, bərabər hüquqlar və s. vəd edirdi və ən əsas fərq elə bundan ibarət idi. Weimar konstitusiyası dövründə, Weimar Respublikası dövründə hansı hadisələr baş veribdi? Ümumiyyətlə, Weimar Respublikası daxili siyasətdə çox türklər demiş çuvallayır. Səbəb, 1923-cü ildə Fransa, Almaniyanın məşhur bir ərazisi var, Rur əyaləti. Rur əyalətini ələ keçirir. Həmən bu əyalət sənaye istehsalına görə Almaniyanın ən çox gəri götürdüyü ərazi idi və Fransa 1923-də buranı tutmağı ilə birlikdə Weimar Respublikasına ilk zərbəni endirmiş oldu. Daha sonra nə baş verəcək? Weimar konstitusiyasını bir tərəfdən zəiflədən digər hadisə, inflyasiya, pul böhranı. Pul, belə deyək ki, dəyərdən düşməyə başlayır bu dövrdə Weimar konstitusiyası dövründə və fəhlilər olsun, orta təbəqəli əhali olsun, aşağı təbəqədə yaşayan insanlar olsun, onlar Weimar Respublikasına qarşı artıq belə deyək də digər partiyalara rəğbət bəsləməyə başlayırlar və bu digər partiyalardan biri təbii ki, nasist partiyası olacaq. Davam, 1925-ci ildən etibarən artıq Daes planı da həyata keçir Almaniyaya qarşı. Daes planı nə idi? Daes planına görə Almaniya, İngiltərə və ABŞ hökuməti
yardımlar verməli idi, kreditlər və həmin bu aldığı kreditlər sayəsində Almaniyanın iqtisadiyyatı inkişaf edəcəkdi. 1924-29-cu illər Weimar Konstitusiyasının, daha doğrusu Weimar Respublikasının qızıl dövrü adlanır. Səbəb olaraq isə biz burada vurğulayırıq ki, bəs həmən Davos planı ilə ABŞ və İngiltərədən gələn kreditlər Almaniyanın iqtisadiyyatının yüksəlməsinə gətirib çıxarır. Deməli, Almaniyada qızıl dövr neçənci illəri əhatə elədi? 1924-1929-cu illər. Bununla yanaşı Versal müqaviləsinin şərtlərinə bu dövrdə biraz da yumşaldılma tətbiq olundu. Bu qızıl dövrün əsas xüsusiyyətlərindən biri idi. Belə ki, 1925-də Locarno konfransı olur. Həmən Locarno konfransında bütün demək olar ki, dünya ölkələri Almaniyanı bərabər tərəfli bir belə deyək də şəxs kimi, bərabər tərəfli bir hökumət kimi, bərabər hüquqlu tərəfdaş kimi tanıyırlar. Almaniya yəni digər ölkələrlə artıq əlaqəsini neçənci ildə bərpa edir? 1925 Locarno konfransının qərarlarına əsasən. Locarno konfransının qərarlarına əsasən deməli neynədi Almaniya? Bərabər tərəfli tərəfdaş kimi tanındı digər Avropa ölkələri tərəfindən və elə bir il keçəndən sonra 1926-da Millətlər Cəmiyyətinə üzv qəbul olundu. Gələk, böyük böhran illəri yenə 1929-dan 1933-ə. Böyük böhranın gəlməsi ilə Weimar Respublikasının qızıl dövrü başa çatır. Və böyük böhran Almaniya həddindən artıq böyük ziyan vurur. Səbəb, Almaniya təkcə böhranla belə deyək, mübarizə aparmır. Almaniya həm də nə ödəyirdi? Təzminat ödəyirdi. Təzminat bir tərəfdən Almaniyanı sıxır, ikinci tərəfdən həmən o Davos planı fəaliyyətini dayandırır. Davos planına görə ingilislər, ABŞ-lar kredit verirdi Almaniyaya. İndi isə İngiltərə, ABŞ hökuməti özü böyük böhranla çuvallayıb, iqtisadiyyatları dağılır və onlar bunu bəhanə gətirərək Almaniyaya artıq kredit verə bilməyəcəklərini dilə gətirirlər və belə olanda isə Almaniya iki tərəfdən böyük böhranda çox pis vəziyyətdə qalır və əziyyət çəkir. Lakin ABŞ prezidenti Herbert Hoover'in təklifi ilə Almaniyanı ağır iqtisadi böhrandan xilas eləməkdən ötəri təzminat məsələsinə yenidən baxılır və 1932-ci ildə artıq Almaniya təzminat ödəməyəcəkdir. Almaniya nə zamandan təzminat ödəməyi dayandırır? 1932-ci ildə. Hansı prezidentin fəaliyyəti idi bu? ABŞ prezidenti Herbert Hoover'in fəaliyyəti idi. Beləliklə Almaniya ən böyük, belə deyək, mənfi xüsusiyyətdən, ən böyük problemindən qurtulmuş oldu. Artıq təzminat ödəməli deyildi. Davam. Bu elə dünyanın ən böyük səhvidir. Gələk. Weimar'ın Respublikasının sonuna çıxaq. Nasist partiyasından danışaq. 1923-cü ildə Hamburg əyalətində Almanlara qarşı belə deyək bir çıxış baş verir. Fəhlələr, tətillər filan edirlər və belə vaxtı bu üsyandan istifadə edən Nasist partiyasının rəhbərlərindən biri olan Adolf Hitler Münhen şəhərində pivəxana qiyamı qaldırır. Pivəxana qiyamı nədir? Orada yüksək rütbəli dövlət vəzifələrini ələ keçirirlər Hitler və tərəfdaşları. Onları öldürəcəkləri ilə hədələyərək hakimiyyətdən Weimar Respublikasının öz hakimiyyətindən imtina etməsini tələb edirlər. Lakin bu pivəxana qiyamı belə deyək, uğursuzluqla başa çatır. Adolf Hitler istədiyinə nail ola bilmir və özü də həbs olunur. Adolf Hitler həbs olunandan sonra başa düşür ki, bu nasist partiyası zor yolu ilə, yəni güc yolu ilə hakimiyyətə gələ bilməz və bunun üçün başlayır nə fikirləşməyə. Siyasət yerdək. Siyasət nəticəsində qalib gələk və hakimiyyəti ələ keçirək. İndi görək almanlar necə olacaq? Nasist partiyası Almaniyada hakimiyyəti ələ keçirib faşist diktaturasını quracaq. İlk öncə böyük böhran Almaniyada nəyə səbəb olur? Yerli əhalinin böyük bir qisminin işsizliklə nəticələnməsinə, acından ölməsinə və vəziyyətin pisləşməsinə səbəb olur. Hər kəs günahkar olaraq Weimar Respublikasını görür və bu dövrdə Nasist partiyasının rəhbərlərindən biri olan Adolf Hitler artıq həbsdən azad olub, həbsdən çıxıb və artıq yeni şeylər vəd edir Nasist partiyasının rəhbəri olaraq. Deyir, biz kəndlərə torpaq paylayacağıq, biz işsizliyi aradan qaldıracağıq, inflyasiyaya son qoyacağıq, maddi yardımlar göstərəcəyik falan filan min bir vəd verir Adolf Hitler və onun vədləri belə deyək, kasıb əhalinin ürəyini açan bir vədlər olur ki, böyük hissə, əhalinin böyük bir qismi elə Adolf Hitleri dəstəkləməyə başlayır.
Bir tərəfdən isə 1932-ci ildə belə bir vəziyyət yaranır ki, Almaniyada o dövrdə kommunistlərin də partiyası var. Almaniyada kommunistlərin hakimiyyətə gəlməsi təhlükəsi formalaşır. Çünki Weimar artıq sona çatıbdır. Weimar Respublikası artıq devriləcək və ola bilər təhlükə var ki, kommunistlər hakimiyyətə gəlsin. Kommunistlər hakimiyyətə gəlsə, təbii ki, Almaniyada kimin sözü keçəcək? SSR-nin. Bunu olmasını istəmir Almaniyanın yüksək təbəqələri, sənaye burjuyaziyası olsun, zadəgan nəsillər olsun və digər şəxslər və bunun üçün onlar da tərəflərini dəyişib nasist partiyası tərəfinə keçib Adolf Hitleri dəstəkləməyə başlayırlar və 1932-ci ildə Reichstaga seçkilər olur. Həmən seçkilərdə səs çoxluğunu toplayan Adolf Hitlerin nasist partiyası olur. Nasist partiyası səs vermələrdə çoxluq toplayaraq Reichstagda böyük bir stolların çoxunu, yəni deputatların sayının çoxunu nasist partiyası özü təşkil edir. Ancaq tam şəkildə hakimiyyəti 1932-də ələ keçirmir faşistlər. Çünki səslər o qədər də çox deyil. Digər partiyalardan da üzvlər olmalıdır Reichstagda. Belə olanda Adolf Hitler digər partiyalardan üzvlər daxil edir həmən Reichstagın içərisinə, lakin onları belə deyək, formal olaraq qəbul edir. Əsas sözü artıq Almaniyanın parlamenti, yəni Reichstagında nasistlər deyəcəklər. Və 1933-cü ilə gəldikdə bir qrup iri burjuaziya nümayəndəsi Almaniya prezidenti olan Hindenburqa müraciət edərək bildirirlər ki, gəlin Adolf Hitleri Reichskansler təyin edək. Yaxşı islahatlar keçirmək planı var, yaxşı düşüncələri var. Elə Hindenburqda 1933-də Adolf Hitleri Reichskansler, yəni hökumət başçısı, baş nazir vəzifəsinə təyin edir. Və beləliklə faşistlər Almaniyada tam şəkildə hakimiyyətə gəlirlər. Deməli, faşistlər tam şəkildə hakimiyyətə gəldi. Neçənci ildən götürək? 1933. Hitlerin Reichskansler seçilməsi ilə birlikdə nasistlər artıq Almaniyada hakimiyyətdədirlər. Elə isə başlayaq nasistlərin ilk öncə daxili siyasətindən. İlk öncə nasistlər hakimiyyətə gələn kimi başladılar açıq şəkildə terrora. Kim ki nasistlərə qarşı çıxır, kim ki nasistlərə qarşı siyasət yeridir, bütün o partiyalar bağlanır, üzvləri həbs olunur, öldürülür, qətlə yetirilir. Bununla yanaşı o dövrdə kommunistlərin tərəfdarlarını da məhv etməkdən ötəri nasistlər fəaliyyətə keçirirlər. Nasistlər Adolf Hitlerin özünün qurduğu plandan Reichstag binasını yandırırlar, parlamentin binasını və bunun günahını da kommunistlərin üzərinə atırlar. Və belə olanda bütün kommunistlər ölkəni tərk edib qaçmağa məcbur olur canhaya ilə və beləliklə artıq nasistlərin hər hansısa bir rəqibi ortada qalmayıbdır. Daha sonra Adolf Hitler Hindenburqa, yəni prezidentə təzyiq göstərərək ona deyir ki, bəs yeni bir qərar qəbul elə, xalqı və dövləti müdafiə etməyə adlı bir qanun, fərman. Həmən fərmana görə Weimar Konstitusiyasının bütün azadlıqları ləğv olunur. Beləliklə 1933-cü sonlarında Weimar Konstitusiyasının bütün azadlıqları yoxa çıxdı və Weimar Respublikası və Reichstag tam şəkildə ləğv olundu. Hakimiyyət yalnız artıq demək olar ki, Adolf Hitlerlə prezident Hindenburqun əlində qalıbdı. Gəlirik 1933-cün sonlarına. Artıq nasist partiyasından başqa hər hansı bir partiya hakimiyyətdə ola bilməz. Həmkarlar İttifaqının bütün səlahiyyətləri aşağı düşüb. Hər bir şey nasist partiyasına geri çıxır. Hətta nasistlər gizli bir polis təşkilatı olan Gestapo yaradırlar. Həmən bu Gestapo vasitəsilə də ona qarşı çıxanları tapıb, məhv edib yoxa çıxarırlar. Və beləliklə Hitler artıq totalitar rejimin belə deyək, bünövrəsini atmağa nail oldu. Totalitar rejim nədir? Totalitar, avtoritar ikisi də demək olar ki, yaxın mənalı bir şeydir. Hakimiyyətin bir nəfər tərəfindən zor tətbiq edilməsi vasitəsilə idarə olunması. Bu rejimlərdə qayda qanun olmur, azadlıqlar olmur. Bu rejimdə qanunverici orqan filan heç bir şey fəaliyyət göstərmir. Hər söz bir nəfərin ağzından çıxır, bir nəfər rəhbər olur. Totalitarizm və yaxud avtoritarizm elə bu deməkdir. Davam. Baxaq 1934-cü il. Hindenburq qəflətən dünyasını dəyişir. 1934-də Hindenburqun qəflətən dünyasını dəyişməsi ilə birlikdə Hitlerin əlinə yeni bir şans keçir. Hitler özünü Führer elan edir. Führer rəhbər deməkdir. Bir nəfərin, belə deyək ki, Romada necə ki Julius Caesar özünü diktator elan eləmişdi. Baxın, Reichstagda da orada bir qərar alınır ki, Adolf Hitlerə Führerlik verək. Adolf Hitler artıq bizim ümumi Alman xalqının rəhbəri olsun. Artıq 1934-dən bütün hakimiyyət kimin əlindədir? Adolf Hitlerin əlində. Tək başına hakimiyyət ələ alıb, totalitar rejimi artıq yaradıb və Almaniya artıq yeni bir dövrə qədəm atır. Davam edək.
Adolf Hitler verdiyi vədlərdən ən başlıcasından birini yerinə yetirdi. O demişdi axı işsizliyin qarşısını alacağam və işsizliyin qarşısını almaqdan ötəri sizcə nə edir? Müharibə. Müharibə aparılanda silah istehsalı lazımdır. Silah istehsalı zamanı yəqin ki, silah istehsal edən fabrik zavodlara fəhlə lazımdır. Fəhlələrin işə alımı başlanır. Almanların hamısı işlərə götürülür və beləliklə işsizlik tam şəkildə demək olar ki, sıfıra indirilir və bu Nasist partiyası və Hitlerin belə deyək, böyük bir vəziyyətdə, böyük bir həcmdə xalq tərəfindən dəstəklənməsinə gətirib çıxarır. Davam. Hitlerin dövründə antisemitizm siyasəti. Antisemitizm nədir? Antisemitizm yəhudiliyə qarşı çıxma, yəhudiləri məhv etmə siyasətidir. Hitler ümumiyyətlə ali irq filan məsələsindən danışır özünün Mein Kampf kitabında və yəhudiləri belə deyək, lənətlənmiş xalq, düzgün olmayan bir xalq kimi qiymətləndirir və onları öldürməyin adi bir şey olduğu kimi qələmə verir və yəhudilər heç bir dövlət orqanlarında iştirak edə bilməz. Yəhudilər ictimai nəqliyyatdan, ictimai mahiyyət daşıyan hər hansısa bir yerdə qala bilməz. Kafeyə gedə bilməz, marketə gedə bilməz, ora gedəməz, bura gedəməz. Heç bir yerə, hər yerdə qadağalar var yəhudilərə qarşı və kütləvi surətdə yəhudilərə qarşı Holokost siyasəti, yəni qətlə yetirilmə siyasəti davam elətdirilir. Ən böyük qətliamlardan biri elə yəhudilərə qarşı 1938-də Almaniyada keçirilən qətliam olur. Yəhudilərin böyük bir qismi bu dövrdə elə Avropanın müxtəlif ölkələrinə səpələnir. Bir qismi isə 2-ci Dünya müharibəsindən sonra İngilislərin də yardımı ilə gəlir Yaxın Şərqə, Fələstinə və o da gələcəkdə həmin o Yəhudi dövlətinin yaranmasına gətirib çıxaracaq. Gələk, Nasist Almaniyasının xarici siyasətinə baxaq qısa bir şəkildə. Bunu beynəlxalq münasibətlərdə zaten danışacağıq. 1-ci Dünya müharibəsindən sonra nasistlərin əsas məqsədi nə idi? Birinci Dünya müharibəsinin hayfını çıxmaq. Almaniya hayflı idi və bir digər tərəfdən Avropanı istila edib bütün Avropada hegemon dövlət olmaq. Hitlerin əsas məqsədi buydu və buna görə də 1933-cü ildə Hitler Almaniyası nasistlər Millətlər Cəmiyyətindən çıxır və daha sonra isə Versal müqaviləsinin qoyduğu bütün o məsəl üçün ordunun 100.000-dən aşağı saxlamalısan, dəniz donanması ümumiyyətlə olmaz, hərbi donanmanın sayını azaltmalısan, təyyarələr istifadə etməməlisən. Bu kimi qanunlar var idi. Hitler hamısının üstündən xətt çəkir və yenidən Almaniya silahlandırılmağa başlanılır. Və digər tərəfdən bu dövrdə 1-ci Dünya müharibəsindən narazı qalan dövlətlərdən İtaliya və Yaponiya Almaniya ilə yaxınlaşmağa başlayır və bu Avropada, ümumiyyətlə dünyada belə deyək ki, vəziyyəti gərginləşdirir. Digər tərəfdən Fransa və İngiltərə hökumətlərinin belə deyək ki, sakitləşdirilməsi Almaniyanın qarşısını almaqdan ötəri əməli bir addım atmaması Almaniyanın sürətli bir şəkildə ilk öncə Avstriyanı, daha sonra isə Çexoslovakiyanı özünə birləşdirməsinə gətirib çıxarır və bu kimi hadisələrdən sonra isə artıq nə baş verəcək? Təbii olaraq 2-ci Dünya müharibəsi başlayacaq. 2-ci Dünya müharibəsi yenə Almaniya, Nasist Almaniyasının dünya tək başına meydan oxuması ilə başlayır. Belə Almaniya haqqında bu qədər. Ümid edirəm sizin üçün tam şəkildə açıqlayıcı oldu dərsimiz. Gələn mövzu izahatlarında görüşənə qədər sağ olun, salamat qalın.